Salam uşaqlar, bugün din toplusundan coğrafi informasiya vasitələri mövzusunun ilk 100 sualına baxacağıq. Burada biz səyyahlara aid olanlara, coğrafiya elmi sahələrinə aid olanlara baxmayacağıq. Sadəcə plan, horizontallar, miqyas və üfüqün cəhətlərinə aid olan suallara baxacağıq. Çünki digər mövzular artıq qəbuldan çıxarılıb. Başlayırıq birinci sualla. A məntəqəsinin B-dən 1,5 dəfə az yüksəkliyə malik olduğu sxemi tapın. Nəzərə alın ki, kəsmə yüksəkliyi 5 metrdir. A məntəqəsi B-dən az yüksəkliyə malikdirsə, deməli, dağ kimi qrafikdə A yuxarıya verilibsə, onu çıxacağıq. Belə bir variant görmürəm. Başlayaq. A variantını nəzərdən keçirək. A variantında bir çökəklik təsvir olunub. Berkişliklər içəriyə doğrudur. Onda B çökəklikdə olur, A yüksəkdə olur. Ona görə A B-dən az yüksəkliyə malik ola bilməz. A variantını burada atırıq. Eyni qaydada E variantını da atırıq. Çünki burada da B çökəkliyin mərkəzindədir, daha aşağıda olacaq. Digər variantlara baxaq. Burada əgər A-nın hündürlüyü 30-dursa, kəsmə yüksəklik 5 metrdirsə, bu horizontal 35 olacaq, bu horizontal 40 olacaq. 40 30-dan 1,5 dəfə böyük deyil. Bunu da çıxırıq. Burada yenə A-ya 30 yazılıb, bura onda 35 olacaq, bura 40 olacaq, B isə 45 olacaq. 45 30-dan 1,5 dəfə böyükdür. Cavabımız C variantı olacaq. D-də isə 30, 35, 40, 45, 50-dir. 50 30-dan 1,5 dəfə böyük deyil. Ona görə cavab olacaq C variantı. Miqyassız şərti işarələrlə təsvir olunan coğrafi obyektlər. Miqyassız şərti işarələrlə təsvir olunan coğrafi obyektlər kiçik olur. Biz onları xəyalımızda böyüdə bilmirik. Məsələn, meşə istənilən böyüklükdə ola bilər. Çəmən də həmçinin. Ə, Elektrik stansiyası, bağ çəmən. Burada bağ çəmən çıxırıq. Bunlar istənilən böyüklükdə ola bilər. Yenə burada meşə və bağ var. Yenə burada çəmənlik var. Fabrik miqyassızdır. Çünki onu biz xəyalımızda istənilən qədər böyüdə bilmirik. Yəni bir ölkə boyda fabrik təsəvvür edə bilmirik. Dəyirman həmçinin, su quyusu həmçinin, bulaq da həmçinin. Cavab olur D variantı. Üçüncü sualı buraxırıq, dördü də buraxırıq. Çünki səyyahlar mövzusu çıxarılıb. 5-ə baxırıq. A və B nöqtələri arasında hündürlük fərqini müəyyən edin. Baxırıq ki, bura 5 yazılıb, təsvir bir dağdır. Yuxarıya getdikcə, mərkəzi getdikcə hündürlük artmalıdır. Bura isə 15 yazılıb. 5 ilə 15-in arasında 2 horizontal var. Onda 15-dən 5-i çıxırıq. 10 edir və onu da 2-yə bölürük, edir 5. Deməli, kəsmə yüksəkliyimiz 5 metrdir. Kəsmə yüksəklik 5 metrdirsə, bura 5-dirsə, B olacaq 10. A olacaq 20. 5 artacaq. 5, 10, 15, 20. A B-dən 10 metr yüksəkdədir. Cavab olur C variantı. Sual 6. Kəsmə yüksəkliyi 5 metr olan sxemdə A və B nöqtələr mütləq yüksəkliyini müəyyən edin. Deməli, bu bir dağdır. 5 kişilikdən görürük. Bura 25-dirsə, dağın mərkəzinə doğru getdikcə hündürlük artmalıdır. A olacaq 30. B isə kənar horizontaldadır. 25-dən aşağıdadır. B olacaq 20. A 30, B 20 cavab olur B variantı. A və B nöqtələri arasında hündürlük fərqini tapın. Bura 10-dur, bura 30-dur. 30 çıxaq 10. Arada 20 metr var. Və 10-dan 30-a qədər 1, 2 addım var. 20-ni bölə 2-yə 10 metr. Deməli, kəsmə yüksəklik 10 metrdir. Bura 10-dursa, bura olacaq 20, 30, 40. A və B arasında hündürlük fərqi A 10-dadır, B 40-da eləyir 30 metr. 8-ci sualı buraxırıq, səyyahlardır. 9-cu suala baxırıq. Kəsmə yüksəkliyi 5 metr olarsa, A nöqtəsi mütləq hündürlüyünü tapın. Burada görürük ki, A çökəklikdədir. Çökəklikdədirsə, kənardan mərkəzə doğru hündürlük azalmalıdır. 5, 5, bura 35, bura 30, bura 25, bura 20, bura 15. A isə olacaq 10 metr hündürlükdə.
Kəsmə yüksəkliyi 25 metr olursa A nöqtəsinin hündürlüyünü tapın. Bu backstreetdən görürük. Dağdır. Deməli, mərkəzə doğru hündürlük artmalıdır. 125-dən sonra gələcək 150, sonra 175, sonra 200, A olacaq 225. Bu da A variantı. Turistlər şimal istiqamətində 4 kilometr getdikdən sonra, gəlin bunu çəkək. Turistlər tutaq ki, buradadırlar. Buradan 4 kilometr şimal istiqamətində yuxarıya doğru getdilər. Çatdılar bura. 4 kilometr getdik. Sonra 270 azimutla da 4 kilometr getdilər. 270 azimut qərb tərəf deməkdir. Sola tərəfdə 4 kilometr gedirik. Çatırıq bura. Onlar əvvəlki məntəqəyə ən qısa yolla hansı istiqamətdə və azimutda qayıtmalıdır? Əvvəlki məntəqə deyəndə söhbət bu başladıqları yerdən gedir. Buradan bura ən qısa belə qayıdarıq. Bunu əgər biz üfüqün cəhətlərinin mərkəzinə qoysaq, oxumuz cənub-şərq istiqamətini göstərir. Cənub-şərqin azimutu isə 135 dərəcədir. On ikinci suala baxırıq. Turistlər 270 azimutda 3 kilometr. Bunu çəkək. Deməli, turistlər tutaq ki, buradadılar. 270 azimutda 3 kilometr getdilər. Bura olsun bir A məntəqəsi. Çatdılar bir B məntəqəsinə. Sonra şimal istiqamətlərə 3 kilometr getdilər. Yuxarıya doğru da 3 kilometr gedək. Burada olsun C məntəqəsi. Əvvəlki məntəqəyə ən qısa hansı istiqamət və azimutla qayıdarlar? Əvvəlki məntəqə A-dır. C-dən A-ya bu cür qayıdarıq. Bunu üfüqün mərkəzinə qoysaq, yenə oxumuz cənub-şərq istiqamətini göstərir və cənub-şərqin azimutu 135 dərəcədir. Turistlər düşərgədən çıxaraq əvvəlcə qərb istiqamətində 5. Deməli, tutaq ki, buradadılar, qərbə doğru 5 getdilər. A-dan getdilər B-yə. 5 kilometr. Sonra 180 azimutda. 180 azimut cənuba doğrudur, aşağı doğru. 5 kilometr. Getdim, çatdım C məntəqəsinə. Onlar düşərgəyə ən qısa yolla necə qayıdarlar? A məntəqəsinə ən qısa yolla bu cür qayıdarıq. Buna biz qoysaq üfüqün mərkəzinə, bura olacaq şimal-şərq istiqaməti. Şimal-şərq isə 45 dərəcəli azimutla göstərir. A məntəqəsinin B-dən 1,5 dəfə çox hündürlüyə malik olduğu sxemi tapın. Nəzərə alın ki, kəsmə yüksəkliyi 5 metrdir. Baxaq. A məntəqəsi B-dən yüksəkdədirsə, cavabımız A variantı ola bilməz. Çünki burada dağ təsvir olunub, B dağın mərkəzindədir, B daha hündürdədir. Eyni qaydada B variantında əliyirik, eyni qaydada C variantında əliyirik. Üçündə də dağda, dağın yüksəyinə B-ni qoyuruq. Baxırıq C variantına. A-nın hündürlüyünü verib burada 45, 5 azaltsaq 40, 35, B olacaq 30. 30 45-dən 1,5 dəfə azdır. Cavabımız el olacaq C variantı. Yeniyə ola bilməz. Çünki bu 45-dirsə, bura olacaq 40, bura olacaq 35. 35 45-dən 1,5 dəfə az deyil. On beşə baxırıq. Miqyası məlum olmayan xəritədə 40 dərəcə və 44 dərəcə şimal enliklərində yerləşən məntəqə arasındakı ən qısa məsafə 22,2 sm-dir. Bu xəritənin miqyasını tap. Tutaq ki, bura 44 dərəcə şimal enliyidir, burada 40 dərəcə şimal enliyidir. Bunlar arasındakı ən qısa məsafə düz xətt boyunca hesablanır. Yəni, meridian xətti boyunca hesablanır və bunlar arasındakı məsafə 4 dərəcədir. Meridian qövsünün isə 1 dərəcəsinin 111 kilometr olduğunu bilərək 4-ü 111-ə vuraq və 40 və 44 dərəcə arasındakı həqiqi məsafəni tapaq. Bu eləyir 444 kilometr. Həqiqi məsafə 444 kilometrdir. Xəritədə isə bu məsafə 22,2 kimi təsvir olunub. Miqyas tapılanda həqiqi məsafə bölünür xəritədəki məsafə. Yəni 444 bölünür 22,2-yə. Bu da eləyəcək 20. Miqyasımız 20-dir. 20 kilometr. Bu da A variantına uyğun gəlir. 20 və 20 artır. Sonuna da kilometr yazılıb. Cavab olur A variantı. Sxemdə təsvir verilmiş relyef formasının kəsmə yüksəkliyini tapın. Deməli, birinci formasını sonra kəsmə yüksəkliyi. Mərkəz 27, kənar 43-dürsə, deməli çökəklikdir. Birinci bunu tapırıq. Çökəklik bir variantda var, 10-suzda. Kəsmə yüksəkliyi isə 5-dir. Çünki 5 - 5 + 5 = 15. 5 + 5 = 25. 25 - 25 = 30. 30 - 45-dən 1,5 dəfə azdır.
27-nin kənarı 27-dən yüksək 5-ə bölünən ilk ədəd olmalıdır. 30, bura olur 35, bura olur 40, bura olur 45. 43 də düşdü 40 ilə 45-in arasına və düz gəldi. Cavabımız olur D variantı. 17-yə baxırıq. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yüksəkliyi müəyyən edin. Dağın dik yamacında horizontal bir-birinə daha sıx çəkilir. Bu hissədir. Bu hissə isə cənub-qərbə düşür. Deməli, dik yamacımız cənub-qərbdir. Kəsmə yüksəkliyi isə bura 370, bura 340-dırsa, 370-dən 340-ı çıxırıq. Eləyir 30. 340-dan 370-ə 1, 2, 3 addım var. 30-u bölürük 3-ə. Bu da eləyir 10 metr. Kəsmə yüksəklik 10 metr. Enli yamac cənub-qərb A variantı. Xətti miqyası 125 olan xəritədə A və B məntəqə arasındakı məsafə 8 sm-dir. Bura kimi oxuyuram, dayanıram. Uzun məsələlərdə yarıya kimi oxumaq məsləhətdir. Miqyas verilib 125, xəritədəki məsafə verilib 8. Nə verilməyib? Həqqi məsafə verilməyib. Birinci həqqi məsafəni tapaq. Həqqi məsafə tapılanda miqyas vurulur xəritədəki məsafəyə. Yəni 125 vur 8. Bu da eləyəcək 1000. Deməli, həqqi məsafə 1000 kilometrdir. İndi ardını oxuya bilərəm. Digər xəritə bu məntəqələr arasındakı məsafə, bu məntəqələr arasındakı məsafəni tapdıq 1000 kilometr. 10 santimetrdir. İkinci xəritənin miqyasını tap. Deməli, həqqi məsafəni veririk 1000, xəritədəki məsafəni veririk 10. Miqyas tapanda həqqi bölünür xəritədəkinə, 1000 bölünsün 10. Cavab olur 100 və arxasına 5 sıfır əlavə edirik. Çünki kilometr santimetrə çevirməliyik. Cavabımız olur Y variantı. Yer səthində A və B məntəqə arasındakı məsafə 2400 kilometrdir. Yəni, həqqi məsafə 2400. Bu məsafə xətti miqyası 200 olan xəritədə neçə santimetr olar? Miqyas 200-dür, həqqi məsafə 2400-dür. Xəritədəki məsafə tapılanda həqiqi bölünür miqyasa. 2400-ü bölək 200-ə. Bu da eləyəcək 12 santimetr. Miqyası 1 bölünsün 800 min olan xəritədə iki məntəqə arasındakı məsafə 7,5 santimetrdir. Məntəqə arasında həqqi məsafəni tapın. Deməli, miqyasdan biz 5 sıfırı çıxmalıyıq. Santimetri kilometrə çevirmək üçün eləyir 8. Miqyasımız 8, xəritədəki məsafə 7,5. Həqqi məsafə tapmanda miqyas vurulur xəritədəki məsafəyə. Bu da eləyəcək 60. Miqyası 1 bölünsün 500 min olan xəritədə iki kişi arasındakı məsafə 45-dir. Həqqi məsafəni tapın. Yenə miqyasdan 5 sıfır çıxırıq. Həqqi məsafə tapanda miqyas vurulur xəritədəkinə. 5-i də 45-ə vuranda eləyəcək 225. Miqyası 1 bölünsün 150 min olan xəritədə iki şəhər arasındakı məsafə 15 santimetrdir. Həqqi məsafəni tap. Yenə 5 sıfır çıxmalıyıq. 5 sıfır yoxdur, 4 sıfır çıxırıq. 1 sıfır isə vergül olaraq bura əlavə edirik. Olur 1,5. Miqyas 1,5. Xəritədəki məsafə 15. Həqqi məsafə tapılanda miqyas vurulur xəritədəkinə. Bu da eləyəcək 22,5. Kəsmə hündürlük adlanır. Kəsmə hündürlük horizontal sxemdə iki qonşu horizontal arasındakı hündürlük fərqinə deyilir. Səyyah şimal yarımkürəsində hansı azimutda hərəkət etməlidir ki, qütb ulduzu ondan sol tərəfdə görünsün? Qütb ulduzu həmişə şimalda görsənir. Əgər biz bu ulduzu, tutaq ki, bu ulduzdur, solda görmək istəyiriksə, onda üzü bu tərəfə hərəkət etməliyik ki, bu bizim solumuzda qalsın. Onda hərəkət eləməli olduğumuz istiqamət şərq tərəf olur, 90 dərəcəli azimut. Bakıdan şimal-qərb istiqamətində olan məntəqədən ekvatora doğru ən qısa məsafəni qət etmək üçün azimut. Bakıdan şimal-qərb, tutaq ki, bura Bakıdır. Bu da ondan şimal-qərbdə bir yerdir, B məntəqəsi. Buradan ekvatorda buradan keçir, tutaq ki. Buradan ən qısa ancaq dümdüz aşağı düşə bilər. Dümdüz aşağı düşməkdə təbii ki, cənub istiqaməti 180 dərəcəli azimut edəcək.
Əvvəlcə 90, sonra 180 dərəcə azimutda eyni məsafə qət edən ekspedisiya üzvləri ilkin məntəqəyə ən qısa yolla necə, hansı azimutda istiqamətlə qayıtmalıdır? Əvvəlcə 90 deyirsə birinci şərqə, sonra 180 deyirsə cənuba hərəkət elədi. Çatdım bura. B məntəqəsindən başlamışdım, tutaq ki, A məntəqəsindən. Başlanğıc məntəqəyə ən qısa bu cür qayıdaraq, bunu da üfüqün mərkəzinə qoysaq, şimal-qərbə düşür. Şimal-qərb azimutu isə 315 dərəcə. 27-yə baxırıq. Əvvəlcə 0, sonra 90 dərəcəli azimutla eyni məsafə qət edən ekspedisiya üzvləri əvvəlki məntəqəyə ən qısa hansı azimut istiqamətdə qayıdır? Əvvəlcə 0 deyirsə birinci yuxarıya gedirəm. 90 deyirsə sonra şərqə doğru gedirəm və geriyə ən qısa bu cür qayıtmalıyam. Əgər buranı üfüqün mərkəzinə qoysaq, bura cənub-qərb istiqaməti, cənub-qərbin azimutu 225 edir. Kəsmə yüksəkliyi 5 metr olarsa, A nöqtəsinin hündürlüyünü tapın. Bu bir dağdır. Berkştirlər çölə baxır. Deməli, A'ya doğru biz hündürlüyü artırmalıyıq. Bura 80 isə 5 metr kəsmə yüksəkliyi isə bura 85 olacaq. A isə 90 olacaq. Kəsmə yüksəkliyi 10 metrə bərabər olduğunu nəzərə alaraq A nöqtəsinin hündürlüyünü tapın. Berkştirdən görürük ki, bu bir çökəklikdir. Deməli, A'ya doğru hündürlük azalacaq. 60-dan 10 azaltsam 50, sonra bir dənə də azaltsam 40, bir dənə də azaltsam A olacaq 30. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrdə Bakı ilə Gəncə şəhəri arasındakı məsafə verilmişdir. Hansı xəritənin miqyası daha kiçikdir? Hansında daha kiçik görsənirsə, onun miqyası daha kiçikdir. Ən kiçik görsəndiyi birinci məntəqədir. Deməli, birinci məntəqənin miqyası daha kiçikdir. Miqyas kiçik olanda ərazi çox balacalaşdırılır. Çox balacalaşdırılanda da daha balaca görsənəcək. Ən balaca görsəndiyi də burada 16 sm kimi veriblər. Ona görə ən kiçik miqyas elə birinci olacaq. Coğrafiya elminin sahələrinə baxmırıq. Bu da coğrafiya elmidir. Bu səyyahlardır. Tədqiqat metodlarına baxaq. Müqayisə metodu, modelləşmə metodu, riyazi statistika, kartografik metod. Müqayisə metodu. Gəlin bir-bir oxuyaq. Sonra necə deyim, uyğunlaşdıraq. Burada deyir ki, müxtəlif məzmunlu xəritələrin təhlilinə əsaslanır. Müxtəlif məzmunlu xəritələri təhlil edirsənsə, xəritəçilik, kartoqrafiya elmi öyrənir. Deməli, sən kartoqrafik metoddan istifadə edirsən. Coğrafi obyekt və hadisələr qrafik, o cümlədən sözlər, simvollara təsvir edilir. Deməli, sən bu obyekti modelləşdirirsən də, bunun qrafikini qurursan, bu coğrafi modelləşdirmə olacaq. Coğrafi obyekt və hadisələrin fərqli oxşar cəhətdə təhlil olunursa, deməli, sən bunları müqayisə edirsən. Bu müqayisə metodu olacaq. Coğrafi obyekt və hadisələrin kəmiyyət göstəricilərini hesablayırsansa, deməli, riyazi bir işlə məşğulsan. Bu da olacaq riyazi statistik metod. Deməli, 1-ə 3, 2-yə 2, 3-ə 4, 4-ə 1, cavab D variantı. Səyyahlardır, bunu buraxırıq. Bu da coğrafiya elminin sahələridir. Bu da 37-yə baxaq. Yarımkürələrin fiziki xəritəsində Amazon ovalığının təsvirində horizontalların sayı Braziliya yaylasına nisbətən azdır. Çünki Amazon ovalığının hündürlüyü Braziliya yaylasının hündürlüyündən azdır. Ovalıqların hündürlüyü yaylaların hündürlüyündən az olur. Baxırıq, mütləq hündürlüyünün az olması. A, B və C məntəqələrinin mütləq hündürlüyünü müqayisə edir. Bu bir dağdır, Berkştir çölə baxır. A dağın ətəyindədir. C dağın mərkəzində, B dağın mərkəzindədir. C isə B-dən daha aşağıdadır. Deməli, A ən aşağıdadır, B ən yüksəkdədir. Burada olacaq B böyükdür C, böyükdür A, cavab D variantı. Düzgün olmayan fikri müəyyən edin.
Horizontalların yaxın yerləşməsi yamacın dikliyini göstərir. Bəli, horizontallar nə qədər yaxındırsa, yamac o qədər dikdir. Meşə, tarla, çəmən konturludur. Bəli, çünki meşə, tarla, çəməni xəyalımızda istənilən qədər böyüdə bilirik. Dərinliyi eyni olan nöqtəyə birləşdirən xəttlər izobarlar yox, izobatlar adlanır. İzobar təzyiqdir. Cavabımız C variantı olacaq. Kompas nə qədər şimal maqnit qütbünü göstərir. Doğrudur. Planda çaylar, yollar xətti şərti işarə ilə verilir. Doğrudur. Verkişdirlərə aid olan əlamətlər. Verkişdirlər horizontal sistemdə istifadə olunan xəttlərdir. Onlar vasitəsilə biz səth axımının istiqamətini bilə bilərik. Çünki dağ olarsa mərkəzdən kənara axacaq, çökəlik olarsa kənardan mərkəzə axacaq. Hündürlüyü müəyyən etmək olmur. Ə, Yamacın meyilli istiqamətini əks etdirir. Bəli, biz xəttlərlə yamacın hansı tərəfə meyilli olduğunu bilə bilərik. Mütləq hündürlüyü verişdirmə müəyyən etmək olmur. Horizontallara perpendikulyar çəkilmiş qısa xəttlərdir. Doğrudur. Zirvələri birləşdirmir. Bu yanlışdır. O elə horizontalın özüdür. Cavab 1, 3, 5 A variantı. Plana görə müəyyən etmək olar. Coğrafi koordinatları müəyyən etmək olmaz. Çünki planda e, paralel və meridian olmur. Nisbi hündürlüyü müəyyən etmək olar. Mütləq hündürlüyü müəyyən etmək olar. Yamacın istiqamətini verişdirmə vasitəsilə müəyyən etmək olar. Suxurları yatım istiqamətini, orada suxurlar göstərilmir. Əhali sıxlığı göstərilmir. Yağıntı göstərilmir. Amma çay şəbəkəsinin sıxlığını görə bilərik. Çünki planda çaylar verilərsə, biz onların nə dərəcədə sıx yerləşdiyini görə bilərik. Cavab 2, 3, 4, 7. Miqyası 1 × 80 milyon olan birinci xəritədə A və B nöqtələri arasındakı məsafə 6 sm-dir. Bura kimi oxudum, dayandım. Deməli, mənə miqyas verib, xəritədəki məsafəni verib. Nəyi verməyib? Həqiqi məsafəni verməyib. Həqiqi məsafə tapmaq üçün miqyasdan 5 sıfır çıxıb, ədədi xəritədəki məsafəyə vurmalıyıq. Bu deyir 4800. Deməli, həqiqi məsafəmiz 4800 kilometr. İndi ardını oxuya bilərəm. İkinci xəritədə isə həmin məsafə 4000 sm. Həmin məsafə deyəndə söhbət 4800-dən gedir. İkinci xəritənin miqyasını tap. Həqiqi məsafə 4800, xəritədəki 4-dürsə, miqyas tapanda həqiqi bölünür xəritədəkinə 4800-i 4-ə böləndə eləyir 1200. 1200-ün də arxasına 5 sıfır atırıq, cavabımız olur B variantı. Kəsmə yüksəkliyi 20 metr olan sxemdə verilmiş çökəkliyin dərinliyini tap. Deməli, bura çökəkliyin kənarına 20 metr yazıb. Birinci horizontal 20-dir. Deməli, bura 40 olacaq, bura 60 olacaq, bura 80 olacaq. Çökəkliyin dərinliyi tapılanda xarici horizontaldan çökəkliyin mütləq hündürlüyü çıxılır. Yəni 80-dən 10 çıxılır. Dərinlik olur 70 metr. Eyni coğrafi enlikdə yerləşən New York ilə Bakı şəhəri arasında uçan təyyarənin hərəkət etdikləri azimut. New Yorkdan Bakıya uçursa, New York qərb yarımkürəsindədir, biz şərq yarımkürəsindəyik. Deməli, şərqə doğru uçmalıdır. Şərqin azimutu 90-dır. Bakıdan New Yorka uçursa, qərbə doğru uçmalıdır. Qərbin azimutu 270-dir. Eyni enlikdədirlər deyə dümdüz uçacaqlar şərqə və qərbə doğru. Da cavab 90 və 270. Miqyası 1/250 min olan birinci xəritədə A və B məntəqə arasındakı məsafə 37,5 sm-dir. Oxudum, dayandım. Miqyas verilib, xəritədəki məsafə verilib, həqiqi məsafə yox. Həqiqi məsafəni tapmaq üçün miqyasdan 5 sıfır çıxırıq, 4-ünü çıxıb bura bir vergül atırıq. 2,5-i vururuq 37,5-ə. 2,5-i də 37,5-ə vuranda neçə eləyəcək? 37,5-i 2-yə vuranda 75 eləyirsə əgər, 2,5-ə vuranda da üstünə yarısını gəlsək, 93,75 alarıq. Bu oldu bizim həqiqi məsafəmiz. İndi ardını oxuyuram. 93,75 kilometr. İkinci xəritədə bu məsafə deyəndə söhbət 93,75-dən gedir. 75 santimetrdir. İkinci xəritənin miqyasını tapın. Deməli, həqiqi məsafəni bilirik 93,75. Xəritədəkini bilirik 75.
Miqyas tapanda həqqi bölünür xəritədəkinə. Yəni 93,75 bölünür 75-ə. Əgər 37,5-i 2,5-ə vuranda 93,75 aldımsa, 75 də 37,5-dən 2 dəfə çox ədəddir. Deməli 2,5-dən 2 dəfə balaca ədəd alacağam. Bu da eləyir 1,25. 1,25-in də arxasına 5 sıfır atanda 2 sıfıra 125, 3 dənə də sıfır belə 125 min. Cavab A variantı. 46-ya bax. Xəritə üzərində iki məntəqə arasındakı məsafə 14 sm, yer səthində isə bu məsafə 3,5 km-dir. Xəritənin tərtib olunduğu miqyas tapın. Deməli, həqiqi məsafə var 3,5. Xəritədəki məsafə var 14. Miqyas tapanda həqiqi bölünür xəritədəkinə. Yəni 3,5 bölünür 14-ə. 3,5 14-ün 4də 1 hissəsidir. Və yəqin ki, 0,25 alınacaq. Bəli, 0,25. 0,25-i də miqyasa çevirsək, arxasına 5 sıfır atsam əgər, 2500 olur. Yox, 25 min olur. Bir dəqiqə, cavabımızı metrdən versək, kilometrdən düz gəlmir. Cavabı metrdən versək əgər, 5 sıfır yox, 2 sıfır əlavə eləməliyik biz buna. Çünki 1 metr 100 santimetrdir, 100 santimetrdə 2 sıfır var. 2 sıfır əlavə eləsək, elə cavab olacaq 25. 25 metr. Bir də baxın, birdən 250 falan çıxar. 0,25. Bunu kilometrlə çevirib sonra metrə çevirəndə, 25 alır. Düzdür. 1 kilometr 1000 metrdir. 3 sıfırı silməliyik. Düzdür, 25-dir. Qatar şimaldan cənuba doğru meridian istiqamətində 1000 kilometr yol getmişdir. Deməli, tutaq ki, buradan bura 1000 kilometr yol gəlir. Qatarın getdiyi məsafə 25 milyon miqyas xəritədə neçə santimetr olduğunu müəyyən edin. Bunu net çəkməyə ehtiyac yoxmuş. Bu həqiqi məsafədir 1000. Bu da miqyasdır. Xəritədəki məsafə tapılan həqiqi miqyasa bölünür. Amma 5 sıfır çıxandan sonra 1250-yə böləndə eləyəcək 4. Cavab 4 santimetr. Miqyası 1 santimetrdə 300 kilometr olan xəritədə A və B məntəqə arasındakı məsafə 12 santimetr. Oxudum, dayandım. Deməli, miqyas verilib 300, xəritədəki məsafə verilib 12, həqiqi məsafə yoxdur. Həqiqi məsafəni tapmaq üçün miqyas vurulur xəritədəkinə. 312-yə vuranda eləyib 3600. Deməli, həqiqi məsafə 3600 kilometrdir. İndi ardını oxuyuram. Miqyası 1 bölünsün 40 kilometr olan digər xəritədə bu məntəqə arasındakı məsafə neçə santimetrdir? Bu məntəqə arasındakı məsafəni tapdıq 3600. Miqyas da verilib 40. Xəritədəki tapılanda həqiqi bölünür miqyasa. 3600 də 40-a böləndə eləyir 90. Miqyası 1 bölünsün 2 milyon olan xəritədə eni 2 sm, uzunluğu 4 sm olan ərazinin sahəsini tapın. Eninin uzunluğunu verilibsə, deməli biz bunun birinci sahəsini tapmalıyıq xəritədəki. 2 vur 4 eləyir 8 kvadrat santimetr. Həqiqi sahə tapılanda xəritədəki sahə, yəni 8 vurulur miqyasın kvadratını. 5 sıfır çıxdıqdan sonra 20-nin kvadratı. Kvadrat varsa biz burada miqyası da kvadrata yüksəltməliyik. 8-i vuraq 400-ə, o da eləyir 3200. Cavab olur D variantı. Həlliyə baxırıq. Miqyası 1 bölünsün 300 min olan xəritədə iki məntəqə arasındakı məsafə 9 sm. Oxudum, dayandım. Miqyas verilib, xəritədəki məsafə verilib, həqiqi məsafə yoxdur. Miqyasdan 5 sıfır çıxıb, xəritədəki məsafəyə vurub, həqiqi məsafəni tapırıq. Eləyir 27 kilometr. İndi ardını oxuyuram.
Digər xəritədə isə bu məsafə 54 sm-dir. İkinci xəritənin miqyasını tap. Deməli, məsafə 27 kilometrdir və xəritədə 54 verilibsə, miqyas tapmaq üçün həqiqi bölünür xəritədəkinə. 27-ni 54-ə bölündə 0,5 eləyir. 0,5-i isə kilometrlə biz arxasına 5 sıfır atsaq, 1 bölünsün 5, arxasında 4 sıfır olacaq. Çünki biri vergülə gedəcək sıfırın. Bu da belə bir cavab burada görmürük. 0,5-lə. Deməli, bu metrlə verilir. Metrlə verilibsə, bunu biz metrə çevirəndə 1 kilometr 1000 metrdirsə, 3 dənə sıfırı siləcəyik. 50 olacaq. 50 metr. 50 metr cavab olacaq D variantı. 50 yox, 500. 0,5 kilometr 500 metr. Mən niyə belə çevirdim ki? Hə, burada bu artıq santimetrdir. Buradan 2 sıfır çıxmalıyıq. 1 metr 100 santim. 500 qalacaq. C variantı. C. Kəsmə hündürlüyün 10 metr olduğunu nəzərə alaraq, sxemdə təsvir olunan təpənin nisbi hündürlüyünü hesablayın. Deməli, bu bir dağdır. 10 metrdirsə, bu daxili horizontalı 213-dən balaca, ona bölünən ilk ədəd götürməliyik. 210. E, bura olacaq 200. Bura olacaq 190. Bura olacaq 180. Nisbi hündürlük tapılanda təpənin hündürlüyündən kənar horizontalı, yəni 180 çıxmalıyıq. 213-dən 180 çıxanda eləyir 33 metr, cavab olur B variantı. Səyyahlar düşərgədən çıxaraq əvvəl cənub istiqamətində 5 km. Deməli, buradadılar. Cənuba 5 km getdilər. Aha. Sonra 90 azimutla 5 km. Şərqə doğru 5 km getdilər. Geriyə ən qısa yola necə qayıdarlar? Geriyə ən qısa belə qayıdarlar. Bunu da bir üfüqün mərkəzinə qoysaq, şimal-qərbə düşür. Şimal-qərbin azimutu 315 dərəcədir. Miqyası 1 bölünsün 250 min olan birinci xəritədə AB məntəqəsinin arasındakı məsafə 75 sm-dir. Oxudum, dayandım. Uzun məsələlərdə dayanır. Dayanmasanız, əgər riyaziyyatınız güclü deyilsə, çox əziyyət çəkəcəksiniz. Burada miqyas bizə verilib, xəritədəki məsafə bizə verilib. Həqqini tapmalıyıq əvvəlcə, həqqi yoxdur. Bunun üçün miqyasdan 4 sıfır çıxıb, bir dənə də bura vergül atırıq. Çünki 5 sıfır çıxılmalıdır. Həqiqi məsafə tapmanda miqyas vurulur xəritədəkinə. 2,5 vurulur 75-ə. 2-yə vuranda 150-dirsə, üstünə də 37,5, 187,5 eləyəcək. Deməli, həqiqi məsafəmiz 187,5 kilometrdir. İndi ardını oxuyun. İkinci xəritədə isə bu məsafə 15 sm-dir. İkinci xəritənin miqyasını tapın. Bu məsafə deyirsə, söhbət 187,5-dən gedir. Xəritədəki məsafə var, miqyas yoxdur. Miqyas tapanda həqiqi bölünür xəritədəkinə. 187,5-i də 15-ə bölsəm əgər, onda 180-i böləndə 12-dirsə, 7,5, 12,5 olacaq. 12,5-i də indi ədədi miqyas kimi göstərəndə 1 bölünsün 125, sıfırın biri getdi vergülə. Arxasında 4 sıfır. Yəni 1 bölünsün 1 milyon 250 min. Cavab C var. Səyyahlar düşərgədən çıxaraq əvvəlcə şərqə doğru 10 getdik. Sonra 0 azimutda, yəni şimala doğru 10 getdik. Onlar geriyə ən qısa yolla necə qayıdarlar? Ən qısa yolla belə qayıdarlar. Buranı da üfüqün mərkəzinə qoysam, bura düşür cənub-qərbə. Cənub-qərbin də azimutu 225-dir. Xəritə üzərində iki məntəqə arasındakı məsafə 3,6 sm, yer səthində isə bu məsafə 540 km-dir. Miqyası tapın. Bu həqiqi məsafədir 540, bu xəritədəki məsafədir 3,6. Miqyas tapılanda həqiqi bölünür xəritədəkinə. 540-ı 3,6-ya böləndə 150 eləyir. 150 kilometr amma. Burada metrlə olan da var. Bunu seçmirik. Çünki burada həqiqi məsafəmiz kilometrlərdir.
150 kilometr. 56-ya baxaq. Horizontal olaraq təsvir olunmuş relyef formasını müəyyən edin. Bu bir dağdır və iki təpəsi var. 1, 2. İki təpəsi olmayanları çıxaq. Burada 3 təpə var. Burada bir təpə var. Bu çökəklikdir, aşağı doğrudur. Bunda biri təpədir, biri çökəklikdir. Cavab elə qalır A variantı. Sxemdə təsvir olunan relyef formasına uyğun gələn əlamətləri müəyyən edin. Deməli, bu bir çökəklikdir. Çökəklikdir, düzdür. Təpədir, səhvdir. Aha. Kəsmə yüksəkliyini tapaq. Deməli, bura 100-dür, bura 50-dirsə, 100-dən sonra 50 gəlibsə, deməli, kəsmə yüksəklik 50 metrdir. Bu doğrudur. A nöqtəsi B-dən aşağıda yerləşmir, çünki çökəkliyin mərkəzində B-dir. Bu yanlışdır. B nöqtəsi yüksəklikdə deyil, çökəklikdədir. Bu da yanlışdır. Cavab 1, 3. Sistemdə təsvir olunan relyef formasına uyğun gələn əlamətləri müəyyən edin. Baxırıq bura. Bu bir dağdır. Verişdir çölə baxır. Çökəklik deyil. 400-dən sonra 500 gəlibsə kəsmə yüksəklik 100-dür. B nöqtəsi A-da, B nöqtəsinin hündürlüyü ən az deyil, ən çoxdur. Çünki dağın təpəsindədir. A nöqtəsi ən yüksək hündürlüyə malik deyil, ən az hündürlüyə malikdir. Dağın ətəyindədir. Cavab yenə 1, 3. Səciyyəvi olmayanı seçməliyik bu dəfə. Bu bir dağdır. Dağı çıxırıq, çökəkliyə götürürük. Çünki səciyyəvi olmayan deyil. Kəsmə yüksəkliyi 100-dür. Bəli, 100-dən sonra 200 gəlib. Arada 100 metr var. Amma götürmürük. Bizdən səhv istəyir. A nöqtəsi B-dən yüksəkdədir. Xeyr, A kənar horizontaldadır, ən aşağıdadır. Bu yanlışdır, götürürük. Şimal yamacı az meyillidir. Şimal yamacı ən meyillidir. Ən sıx burada çəkilib horizontallar. Bu da yanlışdır, götürürük. Səhv sular kənardan mərkəzə doğru axır. Bəli, çünki dağdır. 1, 4, 5. Relyef formasını müəyyən edin. Xarici horizontalın mütləq hündürlüyünü müəyyən edin. Relyef forması çökəklidir. Bərkişliklər içəri baxır. Xarici horizontal buranı tapmalıyıq. Deməli, kəsmə yüksəkliyi 20-dirsə, bu daxili horizontal 275-dən böyük, 20-yə bölünən ilk ədəd olmalıdır. Bu 280-dir. Sonra da 20-20 artırırıq. 300, 320. Sistemdəki təpənin nisbi hündürlüyünü hesablayın. Ən az meyilliyə malik yamacı müəyyən edin. Ən az meyilli ən aralı çəkilən olur. Yəni bura, bura cənub-şərqdir. İndi isə nisbi hündürlüyü tapaq. Deməli, bura 100, bura 134-dürsə, nisbi hündürlük tapılanda mərkəzdən kənar çıxılır. 134 çıx 100 eləyir 34. Cavab olur A variantı. Sxemə əsasən kəsmə yüksəkliyi A və B nöqtələri arasında nisbi hündürlüyü hesablayın. Kəsmə yüksəkliyi tapaq birinci. 200-dən sonra 350 gəlib. 350-dən 200 çıxaq 150. Amma neçə addım sonra gəlir? 1 addım, 2 addım, 3 addım. 150 bölək 3-ə görək 1 addımımız neçə metrdir? 50 metr. Deməli, kəsmə yüksəkliyi 50 metr. A və B arasındakı hündürlük fərqi isə nisbi hündürlük. B 200-dədir. A 350-dən sonra gəlibsə 400-dədir. Eləyir 200 metr. Cavab olur D variantı. Sxemə əsasən relyef formasını müəyyən edin. Aşağı mərkəzə doğru azalırsa çökəklik. Müəyyən elədik çökəklik. Sonra isə A, B arasında nisbi hündürlük fərqini tapın deyir. 105-dən sonra 75 gəlir. 105 çıx 75 eləyir 30. Neçə addım sonra gəlib? 1, 2 addım. 30 bölü 2 eləyir 15. Deməli, kəsmə yüksəkliyi 15-dir. B 105-dənsə A 75-dən 15 az. Yəni 60-da olacaq. 105 çıx 60 eləyir 45. Çökəklik 45. Azərbaycandan 45 dərəcə. Yəni şimal-şərqdə. Şimal-şərq. 90 dərəcə. Yəni şərqdə.
225 dərəcə, yəni cənub-qərbdə. 135 dərəcə, yəni cənub-şərqdə yerləşən paytaxt şəhər. Azərbaycandan şimal-şərqdə Ankara olmaz. Ankara bizdən qərbdədir. Dehli bizdən cənubdadır. Tokyo da şərqimizdədir. Moskva şimal-şərqə mi, qərbə düşməz, şimal-qərbə düşür. Burada Astananı götürək. Qazaxıstan bizdən şimal-şərqdədir. Pekin bizdən şərqdədir, Çin. Misir bizdən cənub-qərbdədir, Qahirə. Sinqapur da cənub-şərqdədir, bəli, D variantı. Məhəllin planı və topoqrafik xəritələrdə istifadə olunan konturlu. Konturludursa xəyalımızda böyüdə bilərik. Bunu dəyirmanı böyüdə bilmirik. Bu meyvə bağıdır, böyüdə bilərik. İstənilən boyda ola bilər. Bu bir yoldur. Bu xəttidir. Bu da bir çaydırsa, bu da xəttidir. Bu kolluqdur, istənilən boyda ola bilər. Bunu götürək. Bu çəmənlikdir, istənilən boyda ola bilər. Götürək. Bu körpüdür, böyümür. Bu da bataqlıqda istənilən boyda ola bilər. Götürək. 2, 5, 6, 8, B var. Mərhəlin planında və topoqrafik xəritələrdə istifadə olunan miqyassız. Miqyassızsa böyümür. Bunu götürək. Dəyirman. Çəmənliyi ataq. Böyüyür. Meyvə bağını ataq. Böyüyür. Xəttiləri ataq. Bu bir xəttdir. Bu da bir xəttdir. Körpünü götürək. Körpü xətti görsənsə də körpü istənilən boyda uzana bilmir də. Xətti sonsuza qədər uzana bilən bir şey. Məsələn, çay, yol. Bunu götürək. Bu dəyirman budur. Bu nəyin işarəsidir? Birinci yadıma alsın. 8 də bulaqdır. Bu da istənilən qədər böyüyə bilmir. Miqyassızdır. 1, 4, 7, 8. Sxemdə verilən nöqtələrin mütləq hündürlüyünü müəyyən edin. Müqayisə edin. Bu bir dağdırsa, dağın ətəyində N-dir. N hamısından balaca olacaq. N-dən sonra B gəlib, N kiçikdir B. B ilə eyni xəttdə L də var. Çünki L-in xətti də N-dən sonra gəlib. B bərabərdir L. L-dən sonra K gəlib. B-dən sonra da A gəlib. B ilə L eyni hündürlükdədirsə, A ilə K da eyni hündürlükdədir. Yəni, N kiçikdir BL, kiçikdir K. Amma K ilə A bərabərdir. B ilə də L bərabərdir. M-də ən yüksəkdədir. Cavab elə olur A variantı. Nöqtənin mütləq hündürlüyünü müqayisə edin. Bu bir dağdır. Dağın ən kənarında L var. L ən kiçikdir. L-dən sonra X gəlib. L kiçikdir X. X-dən sonra S gəlib. Burada L-dən sonra gəlibsə A da X-dən sonra gəlmiş sayılır. Yəni S-dən A bərabərdir. L kiçikdir X, kiçikdir A bərabərdir S. Sonra K gəlir, sonra B gəlir. Cavab olur B variantı. Sxemdə N nöqtəsinin mütləq hündürlüyü 1000 metr olarsa, kəsmə yüksəkliyi tap. Deməli, dəniz yazıb bura. Dəniz isə bura sıfırdır. Dəniz səviyyəsi 0 metrdir. Sıfırdan sonra 1, 2, 3, 4, 5 addıma 1000 gəlir. N hündürlüyü 1000-dirsə, deməli, bir addımımız olacaq 200 metr. 1000 böl 5. Deməli, kəsmə yüksəkliyi 200 metrdir. Sonra tapdıq. Sxemə əsasən A nöqtəsinin qonşu horizontalların mütləq hündürlüyünü tap. A tərəfdə heç nə yoxdur. A tərəfə baxmayaq. Burada bir dəniz verib. Burası 0 metrdir. Burada da bir 75 verib. Dənizdən 1, 2, 3 addıma gəlib 75. 75 bölü 3 eləyir 25. Deməli, kəsmə yüksəyi 25 metrdir. Kəsmə yüksəyi 25 metrdirsə A'ya doğru gedək. Dənizdən A'ya doğru. Bura 25, bura 50, bura 75, bura 100, bura 125. A yerləşdi 100 ilə 125-in arasında. M məntəqəsindən çıxan turist hər dəfə 20 kilometr olmaqla müvafiq olaraq 135, 90, 315 və 270 azimutda hərəkət etmişdir. Onun hərəkət istiqamətinə uyğun gələn sxem. Deməli, bura bir M nöqtəsi olsun. Tutaq ki, bura. Buradan birinci 135. Getdim belə. Sonra 90. Getdim belə. Şərqə.
Cənub-şərqə, sonra şərqə. Sonra 315. Getdim belə. Şimal-qərb. Sonra 270. Getdim qərb. Bir dənə nə yarandı? Nə deyirlər? Parallelogram. Y variantı. Xəritə sistemindəki rəqəmlərə əsasən istiqamətləri müəyyən et. Aha. Bura şimal qütbüdür. Birinci şimal buzlu okeanın mərkəzində, şimal qütbündən harasa gedir. Bura dünyanın ən şimal nöqtəsi. Belə bir qayda var ki, şimal qütbündən 90 dərəcə şimal enindən, yəni hara gedirsən get, cənuba getmiş hesab olunursan. Eləcə də cənub qütbündən hara gedirsən get, şimala getmiş hesab olunursan. Yəni onlardan azimut dəyişmir, nə bilim cənub-şərq, cənub-qərb. Şimaldan hara gedirsən get, cənubdur, şimal qütbündən. Cənub qütbündən də hara gedirsən get, şimaldır. İndi ona görə biz biri cənub götürməliyik. İkidə baxıram ki, Avrasiya materikidir. Bura Avropadır, bura Asiyadır. Avropadan Asiya doğru gedir. Asiya Avropanın şərqində yerləşir. 2 olacaq şərq. Deməli, bir cənub, 2 şərq. Üçdə isə Şimali Amerika materikində Alyaskaya doğru gedir. Alyaska Şimali Amerika materikinin qərbindədir. Ona görə bu da qərbə doğru getmiş olacaq. Cavab olur B variantı. Burada da eyni qaydadadır. Burada üzü şimal qütbünə gedir. Üzü şimala getmiş olacaq. Birinci şimal. İkincidə Avropadan Şimali Amerikaya doğru gedir. Şimali Amerika Avropadan qərbdədir. İkinci qərb olacaq. Üçüncüdə isə Asiyadan Şimali Amerikaya gedir. Asiyadan Şimali Amerika isə şərqə doğru getməlisən. Üçüncü isə şərq olacaq. B var. 74. Kəsmə yüksəkliyi 150 metr olarsa, K və M nöqtələrinin mütləq hündürlüklərini müəyyən et. Deməli, 150-yə bölünən 2 ədədin arasındadır 535. M-lə K-nın arasındadır. 535 hansı 150-yə bölünən 2 ədədin arasında ola bilər? 600 ilə 450. Bu da bir dağılsa M 600, K 450 olacaq. Y variantı. Kəsmə yüksəkliyi 150 metr olarsa, K və M nöqtələrinin mütləq hündürlüyünü tap. Deməli, 475 150-yə bölünən 2 ədədin arasındadır. Bu da 450 ilə 600 eləyir yenə. Amma bu dəfə M çökəklikdədir. Berkştirdən görürük ki, deməli M 450, K 600 olacaq. Eyni meridian üzərindəki A, B, C məntəqələrindən A 20 dərəcə şimal enliyində yerləşir. Gəlin çəkək. Eyni bir meridian, düz bir xətt çəkək. Bunun üstündə A 20 dərəcə şimal enliyində. Olsun bura A. 20 dərəcə şimal enliyində. Bura yox da bura. Meridian üstündədir. Aha, A. B nöqtəsi ondan 4995 kilometr cənubda. Aşağıda bir yerdədir. B tutaq ki, buradadır. 4995 kilometr aşağıdadır. C isə 2775 kilometr şimaldadır. C isə yuxarıdadır. Burada. Və 2775 kilometr yuxarıdadır. B və C nöqtələrinin coğrafi enliyini tapın. Meridian xətti üzrə qalxıb düşmüşəmsə, 1 dərəcə meridian 111. 4995-i 111-ə bölür. Buranın neçə dərəcə olduğunu tapıram. Aram 45. 20 dərəcə şimal enindən 45 dərəcə cənuba gedəndə 20 dərəcə sonra ekvatora çatıram 0-a. 25 dərəcədə cənuba düşürəm. Olur 25 dərəcə cənub eni. B 25 cənub. 275-i də 111-ə bölürəm. Eləyir 25. 20-dən 25 dərəcə yuxarı qalxsam 45 şimala çatıram. Deməli 25 cənub, 45 şimal cavab olur D variantı. Birinci sxemə əsasən ikinci sxemin miqyasını hesablayın. Deməli, birinci sxemdə 6 sm məsafə,
2 milyon miqyasında verilib. Həqiqi məsafə yoxdur. Həqiqi məsafəni tapanda buradan 5 sıfır çıxıb. 2-ni vururuq 6-ya. Miqyası vururuq xəritədəki məsafəyə. Olur 12 kilometr. Deməli, həqiqi məsafə 12 kilometrdir. Eyni ərazi təsvir olunub. Forması eynidir gördüyünüz kimi. Burada isə eyni ərazi 8 santimetr göstərilib. Eyni ərazi yəni 12 kilometrdən söhbət gedir. Miqyas yoxdur. Miqyas tapılanda həqiqi bölünür xəritədəkinə. 12 böl 8 eləyir 1,5. 1,5 kilometrimizdə burada səhv eləmişəm. 5 sıfır çıxanda burada 2 yox, 20 qalır. 6-nı 20-yə vuranda 120 eləyir. 120-ni 8-ə böləndə 1,5 yox, 15 eləyəcək. 15 kilometr A variantı. Burada metrlə olan da var, amma bizdə məsafə kilometrlə tapmışıq. 5 sıfır çıxmışıq çünki. 78. Birinci sxemdə göstəriciləri nəzərə alaq, ikinci sxemin izahlı miqyasını yazın. Deməli, xəritədəki məsafə 4 sm, miqyas 4 milyon. 5 sıfır çıxaq, qalır 40. 4-ü vurub 40-a həqiqi məsafəni tapaq. 160. Sonra da burada xəritədəki məsafə var 5, amma miqyas yoxdur. Həqiqi məsafəni tapmışıq 160. 160-ı bölək 5-ə. Bu da eləyəcək 32. Metr yox, amma kilometr. Çünki 5 sıfır çıxmış. 32 kilometr. Metr olanda 2 sıfır çıxırlar. Kilometr olanda 5 sıfır. Planlanmanın növünü və yerinə yetirmə ardıcıllığını və şərti işarələrə uyğun obyektləri müəyyən edin. Planlanmanın növü hansı növ olacaq? Deməli, burada oxla əgər hərəkət edibsə, burada oxla hərəkət var. Oxla hərəkət varsa, deməli, burada marşrut üsulu götürməliyik. Oxla gördüyünüz kimi hərəkətlər. Marşrut üsulu ilə şərqə doğru gedib, burada belə bir şey görüb. Bu meyvə bağının işarəsidir. Sonra cənuba doğru gedib, burada belə bir işarə görüb. Bu çəmənlikdir. Deməli, marşrut, şərq, meyvə bağı, sonra cənub, çəmənlik. Sonra cənub şərqə doğru gedib. Burada kolluq görüb, daha doğrusu tək kol görüb. Bir dənə işarə var. Cənub qərbə tək kol. Sonra sözü şimala gedib, burada belə bir bina görüb. Bu da məktəb olur. Cavab olur B variantı. Planlanmanın növünü, yerinə yetirmə ardıcıllığını və şərti işarələri müəyyən edin. Yenə burada hərəkət var, gördüyünüz kimi. Hərəkət varsa, bu qütb üsulu ilə, belə üzr istəyirəm, marşrut üsulu ilə planlanmadır. Marşrut üsulu ilə planlanmada hardan başlayaq? Buradan başlayaq. Üzü cənuba getsəm, tək kol görərəm bir dənə. Cənuba tək kol və ya tək kol. Sonra qərbə doğru getsəm, meyvə bağı görərəm. Sonra şimala doğru getsəm, çəmənlik görərəm. Sonra şərqə doğru getsəm, məktəb görərəm. Burada B variantına oxşuyur. Cənuba kolluq, qərbə meyvə bağı, şimala çəmənlik, şərqə məktəb. Amma burada qütb nöqtəsinin hara olduğunu bizə verməyib. İstədiyimiz yerdən başladıq. Ürəyimiz hardan istədi, oradan başladıq. Biraz görək başqa nə variant var. Şərq məktəb, şimal ağac belə bir şey yoxdur. Şimal ağacı yoxdur. Elə B variantıdır. Marşrut üçün. 81. Məhəllinin ölçüləri 2500-ün 2500-ə, planşetin ölçüləri isə 50-nin 50-yədirsə, planı tərtib etmək üçün hansı miqyas lazımdır? Burada həqiqi məsafənin bir hissəsi 2500, xəritədəki məsafənin bir hissəsi 50-dirsə, elə 2500-ü bölək 50-yə miqyası tapaq. Bu da eləyəcək 50. Arxasına da 2 sıfır metrlə verir. Bu metrdir. Metr olanda 5 sıfır yox, 2 sıfır atırıq. Cavab olur C variantı. Bunun uzun yolu da var uşaqlar. 2500-ü 2500-ə vurursun. Olur kvadrat metr. 50-ni 50-yə vurursan, olur kvadrat santimetr. Sonra da kök altında bunları bir-birinə bölüb miqyası tapırsan. Amma elə bir tərəfin böləndə də eyni cavabı almış olasın.
Burada da 2500 2500-dədir. Miqyas da 5000-dirsə, elə miqyasdan 2 sıfır çıxar, çünki bu metrlərdir. 2550-yə bölək, yenə də 50-nin 50-yə alınacaq. Bu 2550-yə böləndə 50 alınacaq, 50-nin 50-yə. 83-ə baxırıq. AB xəttinə uyğun gələn relyef profilini müəyyən edin. Deməli, bura 137 yazıb, bura 130 yazıb. Kəsmə yüksəkliyi yəqin ki 5-dir, çünki bura 130, 135, 140, 145, 150. Hə, kəsmə yüksəkliyi 5-dir. Deməli, bu A olacaq 135-in üstündə. 135-dən başlayırsa, burada A 140-dan yuxarıdır, atıram. Burada 120-dir, atıram. Burada 120-140 arasında ola bilər. Burada 120-dir, atıram. Burada 140-dan yuxarıda atıram. Bir dənə C qaldı onsuzda. B-nin hündürlüyü də bura 150-dirsə, bura 155, bura 160, bura 165, bura 170, burada 175. B 170-175-in arasındadır. O da elə bura düşür. Bura 170-dirsə C variantı. AB xətti üzrə relyef profilinə uyğun gələn diaqramı seçin. Deməli, baxıram. 85-dir bu. Bu da 100'dür. 1, 2, 3, 4, 5, 6. 6 addıma 100'dən 85-dən 100'ə qalxır. 15 edir. 15 bölü 6, 2,5. Deməli, kəsmə hissəsi 2,5-dir. 2,5-dirsə, burada onda 112,5 olur. Yox, 102,5. Bura 100. Deməli, A yerləşir 100 ilə 102,5-in arasında. Burada 140-a yaxındır, atıram. Burada 100-dən balacadır, atıram. Burada 100-dən balacadır, atıram. Burada 100-dən böyükdür, 100-dən böyükdür. B ilə də ola bilər. B isə düz 100-ün üstündədir. Burada 140-dır D variantı. Atıram, qaldı B variantı. Düz 100-ün üstündə. A da 100-dən biraz çox. Planda məntəqənin coğrafi koordinatlarını təyin edə bilməməsinin səbəbi planda dərəcə torunun, yəni paralel meridian şəbəkəsinin olmamasıdır. Aydın havada A və B məntəqələrində dayanmış müşahidəçilər bir-birini görürlərmi? Nə üçün? Yəni görürlərsə nə üçün, görmürlərsə nə üçün? Baxıram. A dağın bu biri tərəfindədir. B dağın bu tərəfindədir. Bunların ortasında hündür bir yer var. Bunların ortasında hündür bir yer varsa, bunlar bir-birini necə görsün? Görə bilməzdir. Görürləri atıram. Görürləri atıram. Görürləri atıram. Görmürlər. Çünki təpənin müxtəlif ətəklərində durduqları üçün görmürlər. Dərə deyil, təpədir. Berkştirdən görürük. Turistin A, B, C, A hərəkət marşrutu aşağıda verilən hansı azimutlara uyğun gəlir? Deməli, A-dan B-yə şimal əgər bu tərəfdirsə, bura olur şimal-şərq. B-dən C-yə olur cənub-şərq. C-dən A-ya olur qərb. Şimal-şərq, cənub-şərq, qərb. Görək hansı variantdır? Şimal-şərq, cənub-şərq, qərb dedi. Şimal-şərq 45, cənub-şərq 135, qərb 270, A variantı. Turist ilkin məntəqəyə 225 azimutda qayıtmışdırsa, o hər dəfə eyni məsafələr qət etməklə əvvəl hansı istiqamətlərlə getməlidir? Deməli, 225-dən qayıdıb dala. Belə. Tutaq ki, buradan başlayıbmış. 225-dən qayıdıb A məntəqəsi. İndi deyir ki, o hər dəfə eyni məsafələr qət etməklə əvvəl hansı istiqamətdə gedir? Bax, A-dan bura eyni məsafələr qət edərək necə gedə bilərik? Belə gedib, belə gedə bilərik. Yəni, şərqə, şimala. Belə gedib, belə gedə bilərik. Yəni, şimala, şərqə. Şərqə, şimala, şimala, şərqə. Şimal, şərq, şərq, şimal. 2-5. Cənub qərbə doğru gedib deyək. 225 cənub qərbdə da. Geri qayıtmaq üçün əksinə şimal-şərq getməlisən.
Bunun üçün ya birinci şimal, sonra şərq, ya birinci şərq, sonra şimal getməlisən. A, B, C məntəqələr hansı yüksəkdə ola biləcəyini müəyyən et. Deməli, bura dənizdir. Dəniz sıfırdır. Burada 50-dirsə, kəsmə yüksəklik 50-dir. Deməli, bura 100-dür. Bura 150-dir. Bura 200-dür. B də 250-yə düşür. Təxminən. İndi bura 100 idiysə, bura 150-dirsə, bura 200 olur. A 200-dən biraz yuxarı. 200-dən biraz yuxarıdırsa, amma 250 də deyil. Çünki 250 olsa bir horizontalda çəkilərdi. 310-dan 280-ə atıram. 200-ü də atıram. 220, 230 ola bilər. B-də 250-dən biraz yuxarıdır. Amma 300 deyil. 300 olsa bir dənə də çəkilərdi. O bunları silim, rahat görür. Deməli, bura 100-dür, bura 150-dir, bura 200-dür, bura 250-dir. B 250-nin ortasındadır. 250-dən biraz çox, 300-dən az. 290 ola bilər. A da 220 ola bilər. C isə bura 150, bura 200, bura 250, bura 300, 300-dən biraz çox. Yəni 320 ola bilər. Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edir. Deməli, bizə cavabları verib, sualı özümüz yaratmalıyıq burada. Baxaq. A ilə D ikisinə də aiddirsə, birinci A ilə D-yə baxaq, olmayanları eləyək. Cənub-qərb yamacı az meyillidir. Cənub-qərb yamacı az meyilli olmayanları ataq. Cənub-qərbi az meyillidir. Cənub-qərbi az meyillidir. Cənub-qərbi azdır. Cənub-qərbi azdır. Burada cənub-qərbi çox. 5 deməli olmayacaq. 5 olan variantları atıram. Bir variant getdi. D də ikisinə də aiddir. Kəsmə yüksəliyi 20 metrdir. Görək hansında 20 metr deyil. 82 addım sonra 100 gəlib. Deməli, burada bir 90 da var arada. 20 metr deyil, 10 metrdir. 1 deyil. 1 olan variantları atıram. Buna baxaq. 120, 80. Burada ortada bir dənə 100 var. 20 metr eləyir. 40, 80, ortada bir 60 olar. O da 20 eləyir. 40, sonra 100. 60, 80, 100. Bu da 20 eləyər. Amma 5-i biz atmışdıq da. 4-ə baxaq. 60, 20, ortaya bir 40 yazmaq olar. Bu da 20 eləyər. 2, 3, 4 hələ ki qalıb. Deməli, A ilə D-yə baxdıq. 1 ilə 5-i elədik. 2, 3, 4 qalıb. Deyir ki, çökəklikdir. B-yə baxaq birinci. C nöqtəsi mütləq hündürlüyü 100 metrdən çoxdur. Baxaq görək hansına uyğun gəlir. İkincidə C nöqtəsi mütləq hündürlüyü 100 metrdən çox deyil. Çünki C nöqtəsi çökəklikdədir. Berkiştrixə baxırsınızsa. Deməli, 2 birinciyə ola bilməz. Birinciyə 2 yoxdur olsun. Birinciyə 3 qalıb. Bir dənə. O da dağdır. Bura 80-dirsə, bura 100 metrdən çox ola bilərmiş. İkinci tərəfə baxaq. Çökəklikdir. 4-dən 2-yə baxaq görək hansı çökəklikdir. 4 də çökəklikdir, 2 də çökəklikdir. Bu ola bilər. C-yə baxaq. A nöqtəsi mütləq hündürlüyü B nöqtəsindən hündürdür. Deməli, çökəkliksə A, B-dən kənarda olmalı. A ilə B burada eyni horizontalın üstündədir 4-də. Ona görə bunu atırıq. Amma ikincidə A kənardadır, B mərkəzdə. Ona görə A daha hündürdədir. Deməli, burada ikinci uyğun gəlir. Birinciyə də 3-ü götürdük. 3 ilə 2 Y variantı. Biraz qarışıq oldu, amma tapmaq olar. Birinci A ilə D ortaqdır deyə. A ilə D-yə uyğun gəlməyən 1 ilə 5-i atdıq. Sonra B-yə uyğun gələn təkcə 3-ü götürdük bura. Sonra da Y 2 ilə 4-ün ikisinə də uyğun gəldi, amma C 4-ə uyğun gəlmədi deyə burada 2-ni götürdük. Sxemə əsasən kəsmə yüksəkliyi və dağın nisbi hündürlüyünü tapın. Deməli 450-dir bu. Kəsmə yüksəklik 450-yə bölünən bir ədəd olmalıdır. 150 ola bilər, 225 ola bilər, 75 ola bilər. 125 bölünmür 450-yə. Ona görə bu ola bilməz. 150 ola bilər. İndi əgər tutaq ki 150 olsa, bura olacaq 600, bura olacaq 750.
900-ü də çəkə bilməyib 876 yazıb var. 150 ola bilər. 225 olsa əgər bu ikinci olacaq 675, bura olacaq 900, 876-dan böyük olacaq. Ona görə 225 olmaz. 75 olsa isə bura olacaq 525, bura olacaq 600, sonra 675 gəlməlidir, amma 876 gəlir, çox böyük gəlir. Bu da ola bilməz. Deməli 150-dir kəsmə yüksəliyimiz. Kəsmə yüksəliyimiz 150-dirsə, bu dağıtsa bura olacaq 300, bura olacaq 150. Nisbi hündürlük tapanda mərkəzdən kənar çıxılır. 876-dan 150 çıxanda eləyəcək, neçə eləyəcək? 726. Cavab olacaq C variantı. Kəsmə yüksəkliyi 25 metr olduğunu nəzərə alaraq AB xətt üzrə relyefin düzgün profilini müəyyən edin. Deməli, kəsmə yüksəkliyi 25-dir. Bu bir dağdır. Bura 150-dirsə, deməli, bura 125-dir. A 125-150 arasındadır. Burada A-nı 50-dən aşağı verib. At. A-nı 50-yə verib. At. A-nı 100-150 arası, 125-150 arası. Bu ola bilər. Burada A-nı 50-yə verib. At. Burada da A-nı 200-dən çox verib. Bunu da at. Bir dənə B variantı qaldı. Amma yenə də B-yə də baxaq. İndi bura 175-dirsə, bura 200 olacaq. Dağın mərkəzinə doğru qalxmalıyıq. B də 175-200 arasıdır. Baxıram B-ni tuşdururam burada. 150-dən böyük, 200-dən balaca. 175-200 arasına düşür. Yəni cavab B variantı. 93. Hansı halda dağın nisbi hündürlüyü mütləq hündürlüyündən çox olar? Aha. Zirvəsində vulkan krateri yerləşərsə, bu nə dəxli var? Müxtəlif yamacların meyilliyi fərqli olarsa, bunu da təxmin edir. Ətəyi okean səviyyəsindən yüksəkdə olarsa, yüksəkdə olarsa ətəyi nisbi hündürlüyü az olacaq. Yəni okean səviyyəsindən hesablanmayacaq da. Mütləq hündürlük okean səviyyəsindən sıfırdan hesablanır. Nisbi hündürlük sıfırdan yuxarıdan hesablansa, nisbi mütləqdən böyük ola bilməz, az olacaq. Ətəyi okean səviyyəsindən aşağıda olarsa, məsələn, mənfi 10-dursa, mütləq hündürlükdə sıfırdan da. Biri var 1000 metri sıfırdan hesablayasam 1000 olur. Mənfi ondan hesablayanda 1010 olacaq. Yəni nisbi mütləqdən çox olacaq. Ona görə cavab elə D variantı. Okeandan uzaqlığında dəxli yoxdur. Kəsmə yüksəkliyi 150 metr olarsa, okean sahilində yerləşən mütləq hündürlüyü 745 metr olan dağı neçə horizontalla təsvir etmək olar? Okean sahilindədirsə 150-150 qalxmaq üçün sıfırdan başlayaq. 0 birinci horizontal, 150 ikinci horizontal, 300 üçüncü horizontal, 450 dördüncü horizontal, 600 beşinci horizontal, 745-dir. 750 çəkə bilmirik. Neçə horizontal çəkdik? 5 dənə horizontal çəkdik. Cavab olur A variantı. Sıfırdan başlamaq lazımdır çəkmək üçün. Mütləq hündürlüyü 664-dür. 7 horizontaldan istifadə edibsə, kəsmə yüksəkliyi tapın. Gəlin onda belə eləyək. 664-ü 7-yə bölsəm, hansı ədədlərin aralığına düşərik? Deməli, 66-nın içində 7 yerləşir 9 dəfə, 14-ün də içində 2 dəfə. 92. Deməli, 90 metr. Burada ən yaxın cavab 90 metr çıxacaq. Amma 92-dirsə 90-dan böyük olmalıdır. 100 metr daha idealdır. Gəlin 90-la da yoxlayaq, 100-lə də yoxlayaq. Görək. Sıfırdan saysam, çünki biri də sıfıra gedir axı. Sıfırdan 90-dan saysam, 0, 90, 180, 270, 360, 450, 540, 630. Neçədən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8. Bəli. 90-dan böyük ədəd 100 ən yaxında onu götürməliyik. Sıfırdan 1, 102, 203, 304, 405, 506, 607. 700-ü də çəkə bilmirik də 664. Deməli 100 metrmiş.
Kəsmə yüksəkliyi 500 metr olan xəritədə Comolonq və Bazardüzü zirvələrinin təsvirində horizontal arasında say fərqi. Deməli, sıfırdan başlayıb Comolonqumanı çəkək. Comolonquma 8848-dir. Bazardüzü 4466. 8848-i 500-ə böləndə eləyir. e, deməli 16, 17. Amma sıfırdan çəkəcəyik deyə 18 olacaq. Bazar düzünü 4466-nı 500-ə böləndə eləyir 8, amma sıfırdan çəkəcəyik deyə 9 olacaq. Bir dənəsi də sıfıra gedəcək də. Aradakı fərq olacaq 9. Sxemə əsasən kəsmə yüksəkliyi və çökəkliyin dərinliyini müəyyən edin. Deməli, bu bir çökəklikdir. Bura 90-dır. Burada 155-dir. 155-dən 90 çıxanda eləyir 65. Neçə horizontal var? 1, 2, 2-dən çox. 65-i 2-yə bölək. 32,5. Deməli, burada kəsmə yüksəkliyimiz 32,5-dən balaca ədəd olacaq da. Çünki çox götürsək 155-i keçəcəyik. Bu da ən yaxın 30-dur. Kəsmə yüksəkliyi 30 olsa, bura 120, mənfi da, mənfi 120, burada mənfi 150 olur. Götürə bilirik. Deməli, kəsmə yüksəkliyi 30-dur. Kəsmə yüksəkliyi 30 olsa, bura mənfi 60 olacaq. Mənfi 155 ilə də mənfi 160 arasında neçə metr məsafə var? 95 metr. Dərinlik də olacaq 95 metr. Cavab olacaq A variantı. Dağın ətəyinin mütləq hündürlüyü 1345, nisbi hündürlüyü isə 3250-dir. Kəsmə yüksəkliyi 500 metrdən keçirilərsə, okeanla zirvə arasında neçə horizontal çəkilir? Ətəyi 1345-dədir, nisbi hündürlüyü 3250-dirsə, 1345-in üstünə 3250-ni gələk. Görək bunun mütləq hündürlüyü nə qədərdir? Bu da eləyir 4595. Okean səviyyəsindən deyirsə sıfırdan çəkməliyik. 4595-i 500-ə bölsəm 9 eləyir. 4500. Amma sıfıra da bir dənə gedəcək deyə 10 seçəcəyik. 10 horizon. 99. Verilmiş relief profilin məhəlli plandakı hansı xəttə uyğun gəldiyini müəyyən edin. Deməli, 150-dən böyük başlayır, 140-dan böyük, 142-dən balaca bitir. Baxaq, MM profili. Variant gedək. EF profilindən başlayaq. EF hardadır? E burada, F burada. Deməli, bura 150-dir. Bura 147-dirsə, içəriyə doğru deməli balacalaşıb, kənara doğru çoxalmalıyıq. Bura 152,5, bura 155 edir. 155-dən başlamır. Burada 150-dən biraz böyüklə başlayır. Bu deyil. M-ə baxaq. Deməli, bu xətt 150-dirsə, bu 152,5, bu 155, bu da 155-dən böyük oldu. Bu da deyil. CD-yə baxaq. CD. Deməli, bu xətt 150-dir. C də 150-dən bir dənə çox. 152,5-in düz üstündədir. Amma burada düz üstünə qoymayıb da. O da var. Ona görə bu da deyil. A ilə B-yə baxaq. Bu ümumiyyətlə dəxilsiz bir yerdədir. 147-dən balacadır. Bu da deyil. K ilə S-ə baxaq. 150-nin biraz çoxu. 152,5-dən biraz az. K uyğun gəlir bura. S-ə baxaq. Deməli, bura 150, bura 147,5, bura 145, bura 142,5, burada 140. S 140-142,5 arasındadır. Bu da düz gəlir. Cavab elə K ilə S. Son suala baxırıq. 100-cü sual. Verilmiş relief profilinin məhəlli plandakı hansı xəttə uyğun gəldi? Müəyyən edin. Kəsmə yüksəkliyi 2,5-dir. Deməli, başlayıb 157,5-ə yaxın, bitib 137-140 arasında. Baxırıq. Bura 150-dirsə, bura 152 olur.
Bura 155 olur. M 155-dən böyükdür, uyğun gəlir. N-ə baxaq. Elə bu çıxsın, canımız qurtarsın. Bura 147.5-dir. Bura 145-dir. Bura 142.5-dir. Bura 140-dır. Aha, 140-dan biraz balaca. N də uyğun gələcək. Elə M-lə N-dir. Abilərə baxmağa ehtiyac yoxdur. Bu qədər uşaqlar. Növbəti videoda görüşərik.